Vaqif Hüseynov kimdir və niyə buradadır? Mən Vaqif Hüseynov 1988 doğumlu, Azərbaycan paytaxtı Bakı şəhərində dünyaya göz açmışam. Bir neçə ali təhsilim var. Əsasən iqtisad yönümlü təhsil almışam. Həm bakalavr, həm magistr, daha sonra Dövlət Neft Sənaye Universitetinin ikinci ali təhsil olaraq məzun olmuşam. Bakı Ali Neft Məktəbində müəyyən təhsil almışam. Bundan başqa Amerikanın George Washington Universitetində PMP təhsil almışam, Project Management Professional. Uzun illər Azərbaycanda bir neçə neft-qaz sahəsində olan bir neçə aparıcı şirkətin əməkdaşı olmuşam, həm müştəri olaraq, həm podratçı olaraq. Bundan sonra təxminən 2018-19-cu illərdən etibarən peşəkar fəaliyyətimi Azərbaycan hüdudlarından kənarda davam elətdirmişəm. Bura keçmiş MDB ölkələri, müəyyən Avropa ölkələri, Rumıniya, Bolqariya kimi ölkələrə aid. Hal-hazırda Azərbaycanda biznes fəaliyyəti ilə məşğulam və bundan başqa bir çox gəncə mentorluq eləmişəm. Biznes coach kimi olaraq fəaliyyət göstərirəm, həm beynəlxalq miqyasda, həm Azərbaycan miqyasında. Azərbaycan cəmiyyətində bir çox networking tədbirlərinin üzvüyəm. Tədbirlərdə mənlə görüşə bilərsiniz, müəyyən məlumatlar ala bilərsiniz. Bundan başqa da bütün sosial şəbəkə hesablarım üzərindən əlçatanam. Öz bizneslərinizi inkişaf elətdirmək istəyirsinizsə, mütləq şəkildə ödənişsiz konsultasiyalarımıza yazıla bilərsiniz.